Uşaqlar, deməli OTK sınavının 9-cu siniflər üçün keçirilmiş sınavdan mətn suallarının izahına baxırıq. Mətn suallarından. Deməli, mətnimiz Vəfalı Tərlan mətnidir. Birinci sual. Mətni əsasən doğru hesab etmək olar. Əskilər həmişə razı ilə bir yerdə olmasın, biz burada görə bilmirik. Tuluq suyu zəhərlidir. Tuluq suyu yox, bulaqdan gələn su. Həm ev, həm də çöl heyvanından bölüşür. Təbii ki. Ev heyvanı orada tərlan idi. Çöldə dağ keçisi idi də. O dağ keçisinin dalıyca düşüb o əsgərlərdən aralanmışdı Racə. Deməli, birinci sualda cavabımız C variantıdır. Gəldik. 12-ci sual. Mətnə aid yanlış fikirləri. İlk öncə düzü tapaq, yanlışları seçəcəyik. Mətnə təbliğ olunur nə? Fədakarlıq. Tərlanın fədakarlığı. Təbiət gözəl. Burada təbiət gözəlliyinin danışılmır. 2. Təbliğ olunmur. Suyun faydası nə əlaqə? Həddən artıq səbirli olmaq, tənqid olunur. Niyə tənqid olunsun ki, zaten bu yanlış fikirdir. Tələskənlik, bəli, tələskənlik tənqid olunur. Yanlışı istəyirsə, yanlışlara götür. Hansına x qoymuşam? 2, 3, 4. Cavabım C variantıdır 12-də. C variantı. 13. Altına çəkilmiş ifadənin mənasının şərhinə uyğundur. Altına çəkilmiş ifadə. Altından çəkilmiş ifadə keçid tuluğu. Keçid tuluğu nədir? Keçidən o keçidin dərisindən hazırlanan qabdır da, orada su falan yığırlar. Buynuz yox, yemləmək üçün qab yox, maya saxlamaq üçün keçid dərisindən hazırlanan qab. 13-cü sualda cavabın C variantıdır. 14. Klasteri tamamlaya bilən fikri. Racə təbiətin qoynunda vaxt keçirir. Aha. Digər obrazdan üstün səlahiyyətlərə malikdir. Çünki bu Racə idi də, bu Şah idi, səhv etmirəmsə. Şah idi, təbii ki, hamıdan üstün idi, onun əsgərləri vardı. Sakit təbiətli deyildi, o quşu öldürür, nətər sakit təbiətli olsun. 2. Yanlışdır. Fiziki cəhətdən yorğunluq hiss etmir, əksinə sonunda peşman olur, o yorğunluq hiss edir. Hər hansısa varlığın canına qıymaqdan çəkinmir. O nə tərlanın, nə də dağ keçsin canına qıymaqdan çəkinmir. Y variantı cavabımızdır. 15. Təhlükənin qarşısında fədakarlığı yazıq tərlan. Fədakarlıqla təhlükənin qarşısını alır və sonunda da özü ölür. 15-də cavabın C variantıdır. 16. Düzgün ardıcılığı müəyyənləşdirin. Racə içməyə suyu birinci birdir. İçməyə suyu bu suya ehtiyac duyur. Sonra tərlan təhlükəni soruşturmaq üçün çalışır. Sonra Racə əsəbləşir. Sonra axırda da bu isə nəticə hissəsinə aiddir. Deməli 1, 2, 4, 3 Y variantı. 16-da cavabın Y variantıdır. 17. Mətnin əsas hissəsinə aiddir. Tərlan haqqında ilk məlumatın verilməsi. Bax, tərlanın dəfələrlə suyu dağıtması əsasa aiddir. Nökərin özünü hadisə yerinə çatması bu nəticəyə aiddir. Nəticəyə yox. Hadisə yerinə çatması əsas yox, üzr istəyirəm. Hadisə yerinə çatması, bax, hadisə yerinə çatma hardadır, bax. Bu əsasıya aiddir. Nökər çünki burada gəlir. Nökər özünü çatdırdı. Bizim nəticə hissəmiz isə budur. Nökərin özünü hadisə yerinə çatdırması əsas hissəyə aiddir. Ölü ilə Racəyə məlumat verməsi nəticədədir. İlk məlumat girişdədir. Əsas hissəyə aid olmayan 1 və 4 o da Y variantında. 17-ci sualın cavabı Y variantıdır. 18. Nöqtələrin yerinə uyğun ifadə. O zaman Racəni kimi müşayiət edirdi? Racəni, yəni o hökmdarı əsgərlə nökər idi də. Əsgər və nökər. Deməli, yox, üzr istəyirəm. Əsgər və nökər yox. Racəni müşahidə edən tərlan idi, bir də əsgərlər. Tərlan və əsgərlər. 18-ci cavabın Y variantıdır. 19-cu sual. Uyğun olmayan plan bəndini təbiətin qoynunda plan bəndi olar. Əsgər Racəni məlumatlandırmır ki, uyğun olmayan 2-dir. Yazırsan, uyğun olmayan plan bəndi 2-dir. Uyğunla nə olar? Racəni məlumatlandırır ki, nökər. Nökərin məlumatlandırması. Racənin yox. Racənin sudan istifadə etməməsi, bu da uyğundur. Uyğun olmayan bir dənə 2-dir. Yazırsınız ki, uyğun olmayan plan bəndi 2-dir. Düzgün şəkildə də düzgün plan bəndi olmalıydı. Əsgərin nədir? Nökərin Racəni məlumatlandırması bu şəkildə. Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan deyimini mətnlə əlaqələndirib yazır. Bunu əlaqələndirirəm bu hökmdarla, şahla. O qəzəbinə hakim olur və bunun nəticəsində tərlanı öldürür və sonunda özü də bu səbirsizliyinin, belə deyim, qəzəbinin qurbanına çevrilir. Özü də bundan çox-çox peşman olur. Bu şəkildə mətnlə əlaqələndirib yaza bilərsiniz. Gəldi indi növbəti mətnimizə. Yad planetlər mövcuddurmu? Aha. 21. Mətni gelişləndirmək üçün nöqtələrin yerinə hansı cümlə yazıla bilər? Kosmik gəmilər mövzu ola bilməz, xeyr. Sübuta çox dəyər vermək deyil. Çünki elmdə sübutsuz inandırma mümkün olmur. Bəli, C variantı. Çünki alimlər sübut istəyirlər. Onlar deyirdi, səmada çox işıq falan görürsənə bilər, amma əsaslı sübutumuz yoxdur. Ona görə biz bu fikri təsdiq edə bilmirik. 21-də cavabımız C variantıdır. Gəldi 22.
Teleskop, nəhəng anten, yəqin ki burada 2-dir. Başqa qalaktikanı görməyə imkan yaradır. Teleskop, bəli, başqa qalaktikanı imkan yaradır. Mətndə teleskop haqqında belə fikir var. Yad planetlərin yaradıcılığına aiddir. Bu yanlışdır. Planetlərin sayını dəqiq, yəqin sayını dəqiq müəyyənləşdirir. Hər ikisi sayını dəqiq müəyyənləşdirmə imkanı yoxdur. Uzaq planetdən gələn siqnalları tutan nəhəng anten idi, düzdür. Doğru fikir deyirsə 1 və 4, 22-də cavabımız olacaq Y variantı. Əvvəlində Roma rəqəmi yazmış, hansı demək ki, fikri ehtimal hesab etmək olar. Ehtimal hesab etmək olarsa, bax burada məncə var, məncə, yəni mənim fikrimə görə də bu fakt deyil ki, ehtimal, təxminən kimi. Bir də elə 5, çünki yəqin, bu da ehtimal edir. 4 və 5 elə məncə yəqindən tutub açar sözlərindən 4 və 5 varmı? Var. A variantı. 23-də cavabımız A variantıdır. 24. Mətndə ifadə olunan əsas fikir. Mətn nədən danışırdı? Mətn danışırdı ki, yad planetlərin olmasından, biri deyirdi vardı, digər deyirdi yoxdur. Yəni bununla bağlı fikirlər birmənalı deyildi ümumiyyətlə. O da olacaq D variantı. Yəni alimlərin də fikirləri birmənalı deyil. Yəni, mövcud olub-olmaması haqqında bir mənalı, yəni bir fikir yoxdur. Çərçivə daxilində verilmiş sözün uyğun fikirləri müəyyən. Çərçivə daxilində verilmiş sözümüz hansıdır? Ağlabatan. Ağlabatan sözün şəhrinə uyğun fikir deyir. Ağıl qəbul edə bilən mənası. Ağlabatan ağıl qəbul edən, inandırıcı sözlə əvəz edilə bilər. Təbii ki, ağlabatan inandırıcı, qəbul edilməz deyil. Düzgün işlədilməmişdir. Xeyr, düzgün də işlədilib. Dəqiq sözün qarşılığı kimi də düşünülür. Ağlabatan başqa, dəqiq başqa. Ayrı-ayrı şeylərdir. 1 və 2 bizim cavabımızdır. 25-də cavab Y variantıdır. 26. Mətnə görə uçan boşqaların mövcud olması fikri niyə qəbul edilir? Ümumiyyətlə onlar yad planetlərin qəbul edilməmə faktını gətirir ki, alim deyir qardaşlarım, əlimdə sübutum yoxdur. Sübut olmadığı üçün, yəni sənin fikrini qəbul edə bilmirəm. Sübutun olmaması Y variantı. Alimlər sübut istəyir. Bununla bağlı əsaslı sübut olsun ki, bu fikri qəbul etsinlər. Çoxsaylı mətndə çoxsaylı ulduzlardan ibarət boşluq, çoxsaylı ulduzdan ibarət boşluq təbii ki, qalaktikanın nəzərdə tutulur. Y variantıdır 27-də. 28 mətndə kursivlə yazılmış hansı ifadə altından seçilmiş ifadənin mənasını müəyyənləşdirmək olar. Baxın, kursivlə yazılmış ifadə budur. Hansı planetlər? Naməlum planetə gələn ağıllı varlıqlar. Altından seçilən isə yad planetlidir. Deməli, altından seçilən ifadə hansı mənasına uyğundur deyirdi. Bir dəqiqə, nə deyirdi orada? Altından seçilmiş ifadənin mənasını müəyyənləşdirmək olar. Mətndə kursiv hansı ifadə ilə altından seçilmiş ifadənin mənasını müəyyənləşdirmək olar? Bu da olacaq. Altından seçilmiş ifadə birinci ifadəndə, yəni naməlum butxa. Birinci ifadənin mənası ilə bilir ki, bu nədir? Yad planetlər sözünün mənasıdır. O da olacaq D variantı. 28-dir. 29. Tərkib hissəsinə uyğun yarımbaşlıqlar yazmaq. Məsələn, giriş hissə ilə bağlı nə yaza bilər? Uşaq olanda gecə minlər uzun sayışlarını sevməyə baxır. Uşağın düşüncəsi. Giriş hissəyə yazıram uşağın düşüncəsi. Əsas hissəyə yazıram yad planetlər haqqında mövcud fikirlər. Yad planetlər haqqında alimlərin fikirləri. Bu nəticə hissəsində də yazıram ki, gələcəkdə yad planetlərin olub-olmamasının sualına dəqiq cavab verilməsi, yad planetlərdən siqnalın tutulması, bunlar da hamısı nəticə hissəsində yazıla biləcək fikirlərdir. Mətnə görə yer planeti hansı qalaktikaya aiddir? Bax burada deyir. Biz deyir, bax burada deyir. Çünki kainat çox böyükdür. Biz Süd yolu adlı galaktika. Galaktikamızın adı nədir? Süd yolu. Hansı deyir yer planeti hansı galaktikaya aiddir? Deyirsiniz ki, Süd yolu galaktikasına aiddir. Belə.